Elgün bəy, Darikdə belə bir sual gəlib. Oğlumun xarici cinsiyyət orqanı var, amma özünü qadın kimi hiss edir. Bu nə ilə bağlıdır? Bu sual tez-tez ünvanlanır və androloq olaraq məndən köməklik gözlənilir və yaxud da mənim buna baxış açım soruşulur. Belə hallarda, yəni bəy öz bəylik, yəni kişi bədənində qadın kimi hiss eləyirsə, burada androloq olaraq təsəvvür olsun ki, o qədər də çox şey edə bilmirik. Sadəcə olaraq hormonal statusuna baxırıq və bir psixiatra, psixoloqa yönləndiririk. Burada psixosomatik yaxlaşım çox önəmlidir. Yəni yoğun şəkildə, intensiv şəkildə bu pasientlə söhbət edilməsi lazımdır. Androloq olaraq mən eşidirəm ki, yəni mənə deyirlər, doktor, uşaqlıq vaxtında, yeniyetməlik vaxtında mənə hormonlar veriblər, testosteron vurublar ki, içindəki bu hisslər müəyyən qədər basqılansın, valideynlərim çox narahatdır. Belə hallarda biz yeniyetmələri, yəni əlavədən kişilik hormonu olan testosteron verdiyimizdə içindəki həmcinsinə olan istək daha da artır. Yəni biz özdə içəridə istəyini qaldırırıq. Yəni əks cinsinə qarşı hər hansı bir maraq yaranmır və bunun da əlavədən də testosteron vurulmasına bağlı olaraq əks fəsadları ilə uğraşmaq məcburiyyətində qalırıq. Biz androloqlar olaraq psixoloqlarla, psixiatrlarla birlikdə pasientimizi təqib edə bilirik, amma burada hər hansı bir dərman müalicəsi ilə, iynə müalicəsi ilə buradakı içdə olan hissiyatı yox eləmək təəssüflər olsun ki, olmur.